Hər vaxtınız xeyirli olsun, hörmətli tamaşaçılar, dəyərli izləyicilər. Son dəqiqə bir xəbərimiz var, onu nəzərinizə çatdırırıq. Şəmkirdə TikTokda söyüş deyən 3 gənc həbs olunub. Bundan bağlı News 365 az saytı xəbər verir. Xəbərdə qeyd olunur ki, 3 həmkəndli 22 yaşlı Zaur Hümbətov, 20 yaşlı İskəndər Səfərov və 25 yaşlı Tofiq Kərimov canlı yayım TikTok sosial şəbəkəsində canlı yayım açıblar və bu zaman dostlar nalayiq ifadələr işlədiblər və rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə gətiriliblər. Burada onların barəsində İnzibati Xətalar Məcəlləsində 510.2-ci internet informasiya ehtiyatında və informasiya telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli mənəvi dəyərlərə zid formada göstərilməsinə görə maddəsi ilə protokol tərtib olunub. Gənclər doğruda bildiriblər ki, canlı yayımı onlardan biri açıb və digərlərindən bunun xəbəri olmayıb. Həmçinin onlar canlı yayımın bağlanmasını istəyiblər. Canlı yayım açan şəxsin sözlərinə görə mikrofonu bağladığını düşünsə də sonradan yanıldığını görüb. Nəticədə dostların danışıq zamanı yol verdiyi bütün nalayiq sözlər canlıya düşüb. Onlar əməllərindən peşman olduqlarını bildiriblər və məhkəmənin qərarı ilə həmkəndlilərin hər biri barəsində 15 günlük inzibati həbs qərarı seçilib.